ki, salam məftan. Bugün sizlə birlikdə bir günlük vlogumu paylaşıram. Bu günləri sizlərlə bir yerdə çox maraqlı bir gün keçirəcəyik. Spoiler vermək istəmirəm. Ona görə səhər baxımını izləyin siz. Onunla başlayaq. Və canım, mən indi gedirəm mağazaya, çörək falan almalıyam. Ona görə indi mənə bir yerdə siz mağazaya gəlsiniz. Bu aralar bu sepə takmışam, bu ürək Pandora. Bunu atam almışdı. Neyse, indi buna bu aralar ulduzlu sepdən sonra bu. Çünki ulduzlu sepi hələ almağı bilmirəm açanlıqdan, ona görə. Və canım, mən evə gəldim. Evə gələn kimi də yeməyimi falan yedim. Onu da çəkmədim sizin üçün. Mən indi dizi izləyəcəm. Kompüteri belə yandırıram və zatka yığmasını gözləyirəm. Nəysə, indi dizi izləyəcəm. İzləyəcəm dizi budur bu arada. Yəni dizi deyil, pardon, filmdir. İzləyəcəm film budur, yəni film izləyəcəm. Siz də mənimlə bir yerdə baxarıq yəni. Sonra qardaşıma Brawl Stars sözü vermişəm. Brawl Stars oynayacağam. Brawl Stars'da bu arada özümə təzə hesab açdım. Çünki mənim əvvəl vardı, amma qardaşım istifadə edirdi. Özümə təzə bir hesab açdım. Çox az kupayam falan, bura şəkil qoyarım. Neysə, sonra bax qardaşımla yəni Brawl Stars oynayacağam. Kompüterdə yandı. İndi mən gedim həmin o dizini axtarım. Bunu izləyəcəm. Mən buna əslində baxmışdım, amma yarısına qədər. İndi yarısı qaldı, ona da baxım. Tamam oldu. Alayım beni sonra ara. Tamam, hoşça kal. Bas, hadi oğlum. Bir saniye mola, evet. Hadi bakalım, hadi. Evet, hadi. Aferin beyler. Güzel maç oluyor. Steve Alşramın ödgümü hədiyyə elədiyi rəngləmə vardı. Onun burasını bitirmişəm. İndi keçsəm bu tərəfdəkini eləyəcəm. İndi nə bilim, başqasını tapsam. Bunu belə qutarmışam. Geçin o bəs işini, o bekarçılıq onda eləyirəm bunu mən belə. Xoşlayıram. Bu iki məktəb alışverişində bu masanın üzərisini mən dəyişəcəm. Çünki həm son zeynimdir, yəni biraz daha qəşəng və sərgəli olsun yəni. Həm də bu qələmlərdən xilas olacağam artıq. Yəni çox köhnəliblər. Çünki işlətmirəm. Məsələn, bundan heç bir işlətmirəm. Almışam və qoymuşam. İndi bu il az alacağam, saz alacağam amma yəni çox belə nə deyim, yaxşı alacağam. Sinsəyə gedəcəyik. Ona görə kombin seçməliyəm. Yəni əslində rahat bir şey seçsəm ki, onsuz da evin aşağısından 2 dəqiqə düşüb gələcəyik. Deməli, nə geyinsəm də bunu geyinəcəm. Altdan da adi cins şalvar geyinəcəm. Kino izləyəndən sonra saçım başım dağılıbdı. Nəysə, köynək budur. Köynək amma bizə necəm arxadan bağlayacağam, yəni belə sıx olsun yəni. Köynək budur. Bu köynəyi geyinəcəm. Şalvarda makyajımı burada eləməyəcəm. Makyajımı kaldırda eləyəcəm. Nəysə, indi mən gedirəm geyinməyə. İndi concealer vuram. Makyaj elədiyim yerlər istəyirəm ki, ikisindən qoymuş olsa ayrı bir video çəkmişəm. Burada bu köynəyi çox sevdim. İndi gedirik Sinsəyə. Bacımla bir yerdə Sinsəyə gedirik. Oradan da köynək almaq istəyirik. Sonra Bravo'ya falan gedəcəyik. Normalda bugün bacımın üzgüçülüyü var, üzgüçüyə gedəcəkdik. Amma bacım üzgüçülüyü papağını itirdiyi üçün oraya gedə bilmirik. Neysə, indi makyajımı eləyəcəm. Sonra TikTok çəkəcəm bir dənə. Sonra da bir yerdə Sinsəyə gedəcəyik. İnşallah keçin köynəkləri taparam. Alışverişə getmirəm. Onun yerinə hissə alıram. Yəni məsələn gedirəm Sinsəyə düşürəm, bir şey görürəm və bəyənirəm. Ertəsi gün gedib onu alıram. Yəni ona görə ayrı bir video seçə bilmirəm bir türlü. Belə gedişdən yarın axına qədər nə gördüm alacağam. Ona görə yəni buna ayrı bir video gözləmir, amma qışda söz verirəm ki, yəni alışveriş vlogu mütləq gələcək. Yəni bir də ona söz verirəm. Neysə, indi belə makyajımı edirəm. Sinsəyə gedərkən mən normalda mayo da almalıydım, yəni kupanik almalıydım, amma onu unutmuşam. Çünki biz dənizə gedəcəyik bu vlogun ertəsi günü, yəni bizim vlogda olmayacaq başqa bir vlog. Gəlir bir dənə göz makyajı elədim, abartı ol, bilirəm, amma elə-belə elədim TikTok çəkməyə. Sizə də bilərəm birazdan. Onu ilk dəfə belə birləşdirdim. Bayağı güzel oldu. Hadiş.
Hadiç'te geliyor. Kombin böyle, Xəzən kombin. Xəzən kombin göster. Xəzən kombini, qaşlı şalvar, vəzran şalvarı. Neyse ha. Katya beni odaya götür. Biz gidiyoruz. Makyajımı çok beğendim. Bu arada sırqa dəyişimi yaşadım ani bir qərarla. Xədişlə sırqalarımı dəyişdim. Çünki ürək və ürək olaraq ünvanlandırdım. Dodağımı siz həmişə belə birləşdireyim. Biz sinseyləyiz. Şort vaxtları. Şortlar burada var. Bazı səhrada geçen yazıda pis değil. O ne? İkisi olar. Məncə oldular. Qalsa. Güzel hansı XL'di? Mən çox böyükləri. Central senin şortlarına oxşuyur, çox qəşəngdir. Ama gözlə. Çöyünü axtarıq, deyəndə çöyünü axtarıq həqiqi. Mən nə gidiyorum, nə axırda smoqlar Katerina çöyünə falan. Coraline. Ay bu çöyünə çox qəşəngdir ama olmamış keçən dəfə bizə. Ay da, çok qəşəngdir, heç uzun oldu. İnşallah. Bana bir dənə qısa qol tapdım mənə. Bence biraz. Sesini taşıyırasın. Bence biraz. Bence. Məni yox, səni yox, məni boğar rəngi. Sesi olsa yox deyil. Şort öncüm U dönüşü. Ateşim şu an. Ne seçirsən? Şu an seçiyorum. Uşaq reyonundan şey oldu dəriysən. Yani məncə ihtimal var ama. Uşaq olsan fırınlar. Böyle olar. Biz bize Chrome'de çöyünü alsan. De Chromie. Bacının sevdiği. Kawaii. Ay da parmağım düştü. Kawaii. Bakın. Uydu, çok qəşəngdir bu arada. Nasıl ya? Çok bir farklı oldu. Mən zaman vermən, hə? Biraz biraz. 50 yok, 58. Ver ona. İlk çok sırıqsız da gətirəm. Şeydir, daha 7-dəki dənizin ceyində köynələr oxuyur. Hə. Bunları yoxlayacağıq. Buna bir şey əsas qoyuq. Hangi şey düyümlənir bunlar belə? Bir de bu şey yok ya, maviləri. Əsl bizim yaşımıza uyğun olanları yəni. Bu köynə belə oldu. Yəni pis değil. Beğendim. Bu arada bu 13 yaş üstünde uşaq reyonundan geymişəm. Köynə biraz tam gəzməyə vibe verir. Yəni bunu alsam bilmirəm. Pis değil ama hə. Bir dırnaq axtarıram, dırnaq sıram. Ayağım böyle geçeyim. Bu da olabilir. Güzel olabilir. Bravo gedi. Bravo'dan da bir dənə pendirli cipsi götürürəm belə. Xərcə də orada kola götürürəm. Canlar, mən artıq evdəyəm. İndi aldıqlarımı sizə göstərəcəm. Silseydən yəni. Çox şey almadığınız da bir tane şey aldık. İndi əminci dırnaqlarla göstərəcəm sizə. Taxma dırnaqlar aldım. Birincisi belə vişnəlidir. Bu şort olaq çəkərəm böyük ihtimal. Bir də belə böyükcənli məncə. Yəni bunlar ikisi qiyməti də 3 manat edib birinin. İkinci də belə köynək almışıq. Köynəyi də çox bəyəndim. Yəni uşaq reyonundan almışıq. Yəni yaşım neyimsə 12 yaş üstündür. Amma həqiqi çox qəşəng oturubdu yəni. Belə. İndi bu ikisini aldıq. Gedib şort çəkəcəm balaca.
Hava artıq qaralıb yəni bu arada. Yenə göydə olan tək dambuzu. Bilmirəm hansı bütün vloqlarımı göstərirəm. Burası bilmirəm. Həmin o kəsisləri qoyuram, qoymuram. Yəni belə havada qaralıbdı bayağı. Videomu bitirəcəyimi zənn elədiniz. Xeyr. Deməli, makyajımı falan çıxarmadım. Sadəcə gecə pijamalarımı keçirdim. Çünki hava qaralıb. Yəni. Mən də dedim ki, gecə yatmazdan əvvəl taxma dırnaq yoxlayaq. Düzdür, mən açıb baxmışam. Yalan olmasın. Hətta tökülür yerə. Mən o şeyləri bacıma padark elədim. Yəni, bacım aldı onu. Qırmızıları da mən özümə götürdüm. Yəni, mən bəyəndim bu arada. Çox qəşəngdir, çox kalitədir. 3 manat vermişəm və 3 manata dibinə çıxmaq gedir. İndi bu dırnaqlar bir yerdə taxacağıq. Düşündüm shorts olaraq çəkeyim və dedim shorts olaraq çəksəm 1 dəqiqəlik bir video alınacaq. Onu yenə mən bu vloquma qatım. Və bu vloqum alışveriş vloqu deyil bu arada. Əslində alışveriş içərən bir vloqdur. Yəni normalda bu bir günlük vloqdur. Yəni dırnaq taxacağıq. Deməli, əminci qolumuzu dirsəklərimizi belə eləyək. Tokalarımı taxacam ki, saçım önümə gəlməsin. Saçımı yığmaq istəmirəm. Yığana biraz elə bilməmişdim. Qayıb. Burada makyajımı bəyəndiniz bu səfər göz makyajımı. TikTok çəkmişdim. Hamı yazıb çox işin oldu. Həmişə belə elə. Neyse, indi biz bunu taxacağıq. Buradakini, yəni vişnə desenli olan taxacağıq. Onda açıq və baxaq görək. Buradan açacağam. Nasıl açmışam, artist eləmiyim şey göyə ilk dəfə açsam. Açıb baxmışam yəni, yalan deməyəcəm. Çünki niyə? Mən səbirsiz bir insanım. Mən əkizlər biləcəyim yəni, çox səbirsiz insanım. Belə. İndi deməli bunun içindən, buna 2 dənə idi. Mən birini istifadə elədim bayaqları. Bir part taxmışam bu arada. Hə, bunu 2 dənə yapışqan çıxır belə. Zərli kağız və dırnaqlarımız. İndi dırnaqlarımı burada tikəcəm. Mən sizə göstərəcəm. Deməli, bunların hamısının ölçüləri falan var. Yəni, mən ölçüb bunları seçmişəm bayaqları. İndi isə seçdiklərimi götürürəm. Yəni, kənara qoymuşam da seçdiklərimi. İndi bunları mən götürürəm və istifadə edəcəm. Baxın, bunlar belə mən seçdim. Məsələn, bu sağ əlimin barmaqları, bu da sol əlimin barmaqlarına gedəcək olanlardır. Desenləri belədir. Məncə bunlar çox qəşəng. İndi mən bunları belə taxım, gəlin. Belə oldular. Yəni, məncə çox şirinlər. Yəni, bayağı şirinlər. Məsələn, bir şeyin üstündə test edək bir dəqiqə. Məsələn. Yəni, asmır videolar üçün mükəmməldir. Bilmirəm. Amma çox şirinlər, yəni. Ən qəşəng dırnaq falan, yəni. Oğlum, yəni, o qədər şirindirlər ki. Çox bəyəndim. Bu bizlər tökülür. Qutunun içində töküb bunu bacım taxıbdan son. Gözdən bu makyaj edirəm, yorğun görsənir. Bilmirəm. Neyse, bunlar belə olur. Dırnaqları çox bəyəndim. Bu dırnaqları çox bəyəndim. Sizə də önərirəm almağınızı. İndi bir dənə də o bir dırnaqları yoxlayaq. Bu da belə oldu. Bu da qəşəng, əslində bu da şirindir. Sadəcə yapışdırmadım bunları. Çünki yapışqanlarını körləmək istəmədim olsun bir dəfə üçün. Belə yəni, bu da belə şirindir. Burada bu dırnaqlar da çox şirindir. Baxın. Dırnaqlar bu arada qoydum yerini. Çünki short çəkəcəm mən sabah üçün lazımdır. Burada da makyaj masam dağılıbdır. Liner tapşırmışam. Amma belələrindən yox. Qələm formasında olan linerlardan tapşırmışam. İnşallah onda atım tapıb alacaq. Çəkməcəm dağınıq, səliqəsiz. Yəni 10 numara 5 yıldız yəni həqiqətən. Bu bizim də qaldı aldım. Bu birini həm ailə hədiyyə elədim mən bu arada. Çünki mən istifadə eləmirdim. Yəni belə. Buna qalıb belə gərək istifadə edeyim yadımdan çıxacaq sonra. Heç də. Belə yəni biraz belə səliqəli. Canım, mən makyajımı da çıxartdım, taxdığım dırnaqları da çıxartdım, pijamamı da dəyişdim çünki o çox isti saxlayırdı adamı və narahat olurdum mən ona görə yəni. Və dedim ki, vlogu da burada bitirim çünki yəni artıq axşam oldu, yəni çəkməyə çox şeydir qalmayıbdı. Əslində makyajımı çıxardanda çəkəcəkdim mən vlog. Sonra dedim ki, yəni makyajımı çıxardıram sadəcə, ona görə çəkmək istəmədim. Bir də bugünləri elədiyim makyajı nəsə çox bəyəndim, ekstra bəyəndim göz makyajımı özü və onu mən shorts olaraq çəkmək istəyirəm. Əgər siz istəyirsinizsə onu mən shorts olaraq çəkərəm bu arada. Bir də keçiş videolar falan çəkmək istəyirəm fərqli tiplərdə. Başqa video fikirləriniz falan da varsa hamısını yorumlara yazarsınız yəni.
Ümid edirəm bu video xoşunuza gəlibdir. Yəni məncə maraqlı idi, yəni sinsiyə getdik, sonra evə gəlib dırnaq toxladıq, aldıqlarım falan filan. Məncə bayağı maraqlı idi, yəni. Bu videonu da inşallah 1-2 günə atmağı düşünürəm. Yəni belə bu dırnaqlar da bu arada belə çox şirinlər, bilmirəm niyə çox xoşuma gəldi. Bir də yuxum gəlir, bayağı yuxum gəlir. Yəni bilmirəm, yəni belə qəribə bir yorğunluq var. Kombin shorts da çəkəcəm. İnşallah onu da atacağam. Yəni video fikirlərim var. Yayda çalışdığım qədər, söz verdiyim qədər aktiv olmağa çalışıram. Bilmem görürsünüzmü? Bu aktivite hoşunuza gəlirmi falan, yəni bunu yorumlara yazarsınız. Bir də tip videolar istəyirsiniz, hamısını yorumlara yazarsınız. Yəni belə dediyim kimi ümid edirəm video xoşunuza gələr. Ümid edirəm bəyənərsiniz. Like atıp abunə olmağı unutmayın. Hər birinizi çox-çox öpürəm. Başqa video və vloglarımda görüşmək üzrə. Bye bye.